Bir sıra xəstəliklərin əlaməti olan narahatlıq. Daha ətraflı bioloji təbabət inteqrativ müalicə mərkəzinin təcrübəli kardioloqu Aynur Əlizadə danışacaq. Tənginəfəslik hər zaman ürək xəstəliklərinin əlamətidir. Bu vəziyyət niyə və necə yaranır? Nə zaman həkimə müraciət etmək lazımdır? Vaxtında müalicə olunmazsa hansı fəsadlarla qarşılaşa bilərik? Tənginəfəsliyə səbəb olan ürək xəstəliklərinin inteqrativ təbabətlə fərqli və effektiv müalicəsi Yaşamaq Gözəldir verilişində. Müasir müalicə metodları ilə sağlamlıq problemlərinə son qoyun. Kardioloq Aynur Əlizadə 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə İşi Fakültəsində təhsil alıb. Respublika Klinik Xəstəxanasında kardiologiya üzrə internatura keçib. 2012-2013-cü illərdə Türkiyənin Ege Universitetinin Tibb Fakültəsində böyük və uşaq exokardioqrafiyası, stres test, Holter müayinəsi üzrə təkmilləşmə, İzmir Ege Universitetində Türk Ürək və Damar Cərrahiyyəsi Dərnəyi tərəfindən təşkil edilən kurslarda, həmçinin biotənzimləyici terapiya üzrə dünyada tanınmış Kolumbiya, Almaniya, İsveçrə, İtaliya, Rusiya mütəxəssisləri tərəfindən keçirilən seminar və kurslarda müxtəlif konqreslərdə iştirak edib. Azərbaycan Kardiologiya Cəmiyyətinin və Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür. Ürəyin işemik xəstəliyi, qapaq xəstəlikləri, ürək çatışmazlığı, ürəyin ritim pozulmaları və hipertoniyanın müalicəsi üzrə ixtisaslaşıb. Fasilənin ardından Yaşamaq Gözəldir qaldığı yerdən davam edir. Bizə yenicə qoşulan hər kəsi bir daha salamlayırıq. Verilişimizi izləməyə davam edin. Çünki çoxlarımız üçün yorğunluq kimi görünən tənginəfəslik və nəfəs darlığı problemindən danışacağıq. Bu əslində ürək problemindən xəbərdarlıq etmiş olurmu bizi? Bax, bu sualın cavabını təbii ki, dəyərli doktorumuz Aynur Əlizadə cavablandıracaq. Həkim kardioloq, bioloji təbabət inteqrativ müalicə mərkəzinin təcrübəli doktorlarından biridir. Sabahınız xeyir olsun, xoş gəlmişsiniz Aynur xanım. Bugün müzakirə etdiyimiz mövzu həqiqətən də gündəmdə olan və hər kəsin demək olar ki, 10 nəfərdən heç olmasa 8 nəfəri bu problemdən əziyyət çəkir. Elə zənn edirik, pilləkən çıxırıq, tənginəfəs oluruq, deyirik ki, yorulduq, yorğunluqdan oldu, birdən-birə özümüzü gücə saldıq. Ancaq gedib sonda nəticələr, araşdırmalar, diaqnoz qoyulanda məlum olur ki, yox, başqa fəsadlar var. Ona görə də bax, sizə elə birbaşa bu sualı vermək istəyirəm. Tənginəfəslik sadə yorğunluqdur, yoxsa ürək xəbərdarlığı mı? Tənginəfəslik hər zaman sadə yorğunluq deyil. Əslində, orqanizm bizə xəstəliklər başlayanda müəyyən bir siqnallar, əlamətlər verir. Sadəcə daha diqqətli olmağımız lazımdır. Çünki bəzən deyirik ki, hər hansı bir istəyir ürək xəstəliyi, istəyir digər bir xəstəliklər, heç bir narahatçılığı yox idi, birdən-birə ortaya çıxdı. Əslində, belə deyil. Tənginəfəslik nə vaxt daha çox ürək xəstəliyinin əlamətidir? Əgər indiyə qədər deyək ki, getdiyimiz məsafəni birdən-birə getməkdə yoruluruqsa, tənginəfəs oluruqsa, gedəcəyimiz məsafədə əvvəl deyək ki, heç dayanmırdıq, indi artıq dayanmalıyıqsa, pilləkən çıxarkən 4-5 mərtəbəni rahatca dayanmadan çıxıb tənginəfəs olmurduqsa, indi artıq 1-ci mərtəbədə tənginəfəs olub mütləq dayanmağa ehtiyac duyuruqsa, bunun altında mütləq şəkildə bir səbəb araşdırmaq lazımdır. Təbii ki, insan əgər birdən-birə artıq miqdarda çəki almayıbsa, indiyə qədər normal çəkidə idisə, sağlamlığında fərqli bir dəyişiklik baş verməyibsə, mütləq şəkildə bunun bir altda yatan səbəbi var. Əlbəttə ki, getdiyimiz məsafədən çox uzaq məsafəni gedəndə yüngül tənginəfəslik, yorulma olursa və yaxud qaçmayan insan birdən-birə qaçırsa, bu hallar normaldır, müşahidə oluna bilər. Ancaq dediyimiz kimi, indiyə qədər olmayan əlamətlər, gündəlik rutin həyatımızda getdiyimiz qədər məsafə gediriksə, gördüyümüz işləri görürüksə, amma vaxtından əvvəl yorulub tənginəfəs oluruqsa, bunun altında mütləq şəkildə bir səbəb var və bu səbəb də əksər hallarda ürək xəstəlikləri olur. Ürək xəstəliklərində də tənginəfəslik ürək çatışmazlığının əlamətidir. Ürək çatışmazlığı nədir? Ürək normada nasos funksiyasını yerinə yetirir, yığılıb açılaraq qanı qovur, bütün orqanizmi qanla təmin edir. Və bu funksiya pozulduqda ürək çatışmazlığı yaranır. Yəni, ürək normada bütün əzələləri ilə yığılır və ürək əzələləri zəiflədikdə, artıq bu gücü yerinə yetirə bilmədikdə ürək çatışmazlığı yaranır ki, bunun da əsas əlaməti tənginəfəslikdir. Və zamanla qarşısı alınmazsa ürəklə yanaşı digər orqanlarında funksiyası pozulacaq. Böyrək, qaraciyər və digər orqanlar. Çünki ürək nasos funksiyasını bütün orqanizmi qanla təmin edir. Bütün orqanizmi orqanlara qan çatmadıqda hər bir orqanda, yəni funksiyasında pozulma baş verəcək. Niyə ürək çatışmazlığı yaranır, öz-özünə təbii ki, yaranmır, altda yatan hansı səbəbləri var? Əsasən ürəyin damar tutulması, yəni ürəyin işemik xəstəlikləri fonunda yaranır.
ürəyi qidalandıran tac damarlar var. Hansı ki, bu damarlar ürəyin üzərində Yəni burada yerləşir. yaş faktoru rol oynamır da. Təəssüf ki, artıq yaş faktoru rol oynamır. Əvvəllər daha çox ürək xəstəlikləri yaşlı insanların və kişilərin xəstəliyi olurdu. Ürək çatışmazlığı, tənginəfəslik yaşlı insanlarda daha çox görürdük. Yaşlıları gedərkən yolda dayanan görürdük. Yəni bunu normal qəbul edirdik. Amma indi gənclərdə də bu çox artıbdır. Çox təəssüf ki, müxtəlif səbəblərdən, yəni gənclərdə ürək xəstəlikləri artıb, həm damar tutulması olur, həm ürəyin digər xəstəlikləri, infeksiyon xəstəlikləri, miokardit, perikardit olur və yaxud ürəyin qapaq qüsurları olur ki, bəzən anadan gəlmə qapaq qüsurları olur, vaxtında diaqnoz qoyulmur, bəzən anadan gəlmə qüsurlar olur, uşaqlar vaxtında yoxlanmamış olur və böyüdükdə bunlar da ürək çatışmazlığına səbəb ola bilir. Yəni tənginəfəslik hər yaşda, ürək çatışmazlığı hər yaşda müşahidə oluna bilər. Bax, qeyd etdik tənginəfəslik və onu da vurğuladıq ki, çox zaman qarışdırırıq da biz bunu yorğunluqla. Başqa hansı əlamətlər var ki, bizim nəzərimizdən qaça bilər ki, yəni bu əlamətlər olsa, mən bunu bilsəm, demək ki, məndə ürək problemi var da, yəni ürək çatışmazlığı problemi. Elə tənginəfəsliyin özünün də ayrıcı xüsusiyyətləri var. Birinci ondan başlayayım ki, ürək xəstələrində, ürək çatışmazlığında tənginəfəslik daha çox uzanan zaman olur. Yəni ilk başlarda hərəkət vaxtı olur. Əvvəl getdiyimiz qədər məsafəni gedə bilmirik. Amma proses artdıqca uzanan zaman tənginəfəslik olur, boğulma olur. Pasient durub oturduqda özünü daha yaxşı hiss edir. Bəzən gecə boğulmaları olur. Yatdığı yerdə, yuxuda boğulmalar müşahidə olunur. Mütləq durub oturmaq məcburiyyətində hiss edir. Bir pəncərəyə çıxmaq məcburiyyətində hiss edir. Və bəzən bunun açılıqlara görə yuxuya getmək də çətinləşir. Bundan başqa ayaqlarda şiş, ödem olur. Və ürək xəstəlikləri zamanı hər iki ayaqda şişkinlik olur. Yəni bu da çox aktual mövzulardan biridir ki, pasientləri çox narahat edən mövzulardan biridir. Ayaqlarda şişkinlik ürəklə mi bağlıdır, böbrəklə mi bağlıdır və yaxud digər səbəbləri varmı? Ürək xəstəliklərində adətən hər iki ayaqda eyni dərəcədə şişkinlik müşahidə olunur. Bundan başqa ürək döyüntünün artması, əvvəllər sadəcə ürək döyüntü hərəkət vaxtı artırdısa, artıq ürək çatışmazlığı zamanı oturduğu yerdə də qəflətli şəkildə ürək döyüntüləri çox yüksək arta bilir. Həmçinin mədə-bağırsaq problemləri yaranır, köp ola bilir, şişkinlik olur. Çünki qan çatışmadığı üçün bütün orqanlarda bağırsaqların da funksiyası eyni şəkildə pozulur. Bu hallar müşahidə oluna bilir. Mən istəyirəm Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin əlaqə nömrəsini sizə təqdim edeyim. Yəni özüm bilavasitə xatırladım. Efirdə də siz görürsünüz mütəmadi olaraq 050 və 070 provayderlərdən 430-89-89 nömrəsi, eyni zamanda şəhər nömrəsindən də yığa bilərsiniz. 012-430-89-89 nömrəsi müraciət üçün aktivdir. Doktor, bir nüansı bilmək istəyirəm. Əgər bütün bu problemlər varsa, nə vaxt biz həkimə müraciət etməliyik və nə vaxt vaxtında müraciət etməsək, fəsadlar üzə çıxar. Hansı fəsadlarla biz qarşılaşa bilərik? Vaxtında ürək çatışmazlığı müalicə olunmazsa nə baş verər? Yəni qeyd etdim ki, ürəyin nasos funksiyasını yerinə yetirmək üçün bütün əzələlər birlikdə fəaliyyət göstərir. Və əgər gec olarsa artıq bu əzələlər fəaliyyətdən düşür, ürək boşluqları genişlənmiş olur və bu zamanda adətən geri dönməz dəyişikliklər olur. Yəni ürək çatışmazlığı bir çox səbəblərdən yaranır. Səbəblərə uyğun da bəzən geri dönən olur, bəzən geri dönməz olur. Yəni müalicə ilə müsbət nəticələr əldə olunur. Lakin gecikmiş olanda artıq ürək boşluqları genişlənəndə bunlar geri dönməz dəyişikliklərdir. Və bəzən elə yer gəlmişkən bunu da vurğulayım ki, bəzən pasientlər müraciət edərkən deyir ki, ürəyim genişlənib, ürəyim zəifdir. Əslində bunun altında çox ciddi proseslər yatır. Amma pasientlər ümumi şəkildə, yorğunluğu bu şəkildə dilə gətirir ki, ürəyim zəifləyibdir, ürəyim genişlənibdir. Ürək genişlənməsində nəzərdə tutduqları əslində onların ürək qalınlaşmasıdır, hansı ki, bu da təzyiqdən olur. Yəni ürək genişlənməsi, ürəyin zəifləməsi çox ağır və ciddi bir xəstəlikdir. Və bu ürək çatışmazlığı, onu da qeyd edeyim ki, yüksək təzyiq nəticəsində də yaranır. Hansı ki, çox vaxt ciddiyə almadığımız bir vəziyyətdir. Bəli, yüksək təzyiq çox rastlaşırıq bundan və insanlar çox vaxt qeyd edir ki, məni narahat eləmir, heç bir şikayət hiss etmirəm. Əsas o deyir ki, başım ağrımırsa, demək ki, təzyiqim yoxdur və yaxud məni narahat etmir. Gizlin deməli öz işini görür. Əlbəttə ki, mən də hər zaman qeyd edirəm ki, sizi hal-hazırda narahat etmir, amma orqanlarınızı narahat edir və mütləq şəkildə bir gün fəsadlarla ortaya çıxacaq. Çox acınacaqlısı odur ki, ürək çatışmazlığı meydana çıxa bilər. Həmçinin çox ciddi bir ritm pozğunluğu olan səyrici aritmiya meydana çıxa bilər yüksək təzyiq zamanı. Yəni bunlar yetərincə ciddi bir xəstəliklərdir. Yəni ürək çatışmazlığı çox ağır və ciddi bir xəstəlikdir. Yəni bunun özünü təzyiq yaradırsa, nə qədər təhlükəli bir vəziyyət olduğunun, yüksək təzyiqin artıq nəzərə almaq lazımdır. Belə deyək də, bu ürəyin səssiz çağırışıdır əslində. Biz bu çağırışı eşitməliyik. Doktor, biz bilirik ki, inteqrativ tip xüsusi yanaşır bütün xəstəliklərin müayinə və müalicəsinə
fərdi yanaşır və eləcə də bu mövzuda. Mən istərdim inteqrativ tibbin yanaşmasını bilək. Necə müayinə olunur, necə müalicə gedir? Bax, bu haqda artıq geniş şəkildə izləyicilərimizə məlumat verir. Çünki bioloji təbabət inteqrativ müalicə mərkəzinə müraciət edən hər bir pasiyent artıq inteqrativ tibbin yanaşmasından yararlanır. Fərqli bir yanaşma görür, bəli. Ümumiyyətlə, inteqrativ tibb nədir? İnteqrativ tibb orqanizmə fərqli bir yanaşmadır. Əslində, bizim elədiyimiz normal, doğru düzgün yanaşmadır. Yəni, xəstəliyin səbəblərini taparaq ona uyğun müalicə aparmalıdır. Əslində, doğru müalicə də budur. Yəni, bir xəstəlik varsa, istəyir ürək xəstəliyi, istəyir digər xəstəliklər, yaranması boşu-boşuna olmur. Bir səbəbi olur. Və ilk öncə də bu səbəbi tapmaq lazımdır ki, ona uyğun müalicə aparılsın. Və təbii ki, bu səbəb araşdırılarkən orqanizmin təkcə, deyək ki, bir ürək xəstəliyi varsa, qeyd etdik ki, yəni ürək tək başına xəstələnmir. Mütləq digər orqanları da zədələyir və yaxud digər orqanların da xəstəlikləri ürəyə təsir göstərir. Ona görə orqanizmin kompleks şəkildə yanaşılır. Digər orqanlarında müalicə zamanı nəzərə alınır. Xüsusən qidalanma çox önəmlidir. Yəni həyat tərzinin dəyişdirilməsi. Bəzən elə ürək xəstəliklərində də, yüksək təzyiq zamanı da sadəcə həyat tərzinin normallaşdırılması, düzgün qidalanma, aktiv həyat tərzi, hərəkət etmək xəstəliklərin nə qədər azalmasına gətirib çıxardır. Təzyiqin normallaşmasına gətirib çıxardır. Yəni, orqanizmə sağlam şəkildə, kompleks şəkildə yanaşmaq önəmlidir. Sonrasında əlbəttə səbəblərə uyğun müalicə aparılır tam kompleks şəkildə. Məsələn, sizdə mən bildiyim qədərlə stres echo aparatı var, səhv etmirəmsə. Stres test bizim müayinələrimiz var. Bəli, bu müalicə hissəsini qeyd edim, sonra da müayinə hissəsindən qeyd edim ki, kompleks şəkildə müalicələr aparılır. Hər bir xəstəyə fərdi şəkildə yanaşılır. Yəni, təkcə deyək ki, ürək xəstəliyidir, ürək çatışmazlığı və ya damar tutulmasıdır. Bu, hər kəsə eyni cür aparılmır. Çünki hər orqanizm fərdidir, digər orqanların funksiyası fərdidir. Yanaşı şəkərli diabet varmı? Çox önəmlidir. Böyrəklərin funksiyası necədir? Buna uyğun müalicələr aparılır və bioloji təbabət klinikasında ürəyin yoxlanması üçün lazım olan bütün müayinə üsullarımız var. Ürək çatışmazlığı zamanı əsas diaqnostik aparatura exokardioqrafiyadır. Ancaq bizim ilk növbədə mütləq şəkildə istifadə edəcəyimiz elektrokardioqrafik müayinədir ki, pasiyentlər bu haqda artıq məlumatları var. Təbii ki, ürək çatışmazlığı haqqında çox dərin məlumat verməsə də bizə bu müayinə, amma ilk mütləq şəkildə qan dövranının pozulması, ritm pozulmuqları haqqında məlumat verir. İlkin müayinə, bəli, mütləq elektrokardioqrafik müayinə, sonrasında mütləq şəkildə exokardioqrafik müayinə, exo vasitəsilə biz ürəyin qapaq aparatını, əzələlərinin yığılma qabiliyyətini müayinə etmiş oluruq. Ürək çatışmazlığında ürək əzələsinin yığılma faizini, dərəcəsini müəyyən etmiş oluruq. Burada da ürək çatışmazlığının əslində iki forması var. Ürəyin gücünün azalması ilə gedən və gücünün hələ ki saxlanılması ilə gedən formaları. Bunları exokardioqrafik müayinə vasitəsilə aşkar edirik. Həmçinin ürək çatışmazlığı zamanı ürəyə maye toplana bilir, perikardit ola bilir. Bunları aşkar etmiş oluruq. Sonraki mərhələdə ehtiyac olarsa ən çox ürəyin işemik xəstəlikləri zamanı istifadə etdiyimiz stres test, treadmill testidir ki, bu idman zallarında olan qaçış cihazına bənzəyir və pasiyent bunun üzərində, ekranda da görürük hal-hazırda, 10-12 dəqiqə hərəkət edir. Bu təbii ki, həkim nəzarəti altında aparılmalıdır. Bu müayinəni niyə eləyirik? Ürəyin damarlarının nə dərəcədə daralmasını müəyyən etmək üçün. Çünki bəzən adətən ürək xəstəlikləri, ürəyin işemik xəstəlikləri, damarların daralması ilə gedən xəstəliklərdə ilk başlarda sakitlik vaxtı heç bir narahatçılığı olmur. Pasiyent ancaq daha çox fiziki yüklənən zaman əlamətlər meydana çıxır. Deyir ki, sakit vaxtı narahatçılığım yoxdur, pilləkən çıxarkən, yol gedərkən şikayətlərim artır, ağrım olur, dayanmağa məcbur oluram. O zaman bu müayinədən istifadə edirik və fiziki yük verdikcə orqanizmdə hansı dəyişikliklər meydana çıxır, bunu aşkar etmiş oluruq. Həmçinin digər bir müayinə üsulumuz var, Holter müayinəsidir ki, ritm holteri. Bu aparat kiçik mobil telefon ölçüdə bir cihazdır və pasiyentin üzərində 24 saat qalır. 24 saatın tamamında çıxardırıq və onu saniyə-saniyə kompüter vasitəsilə analiz edirik. Burada ən çox ritm pozunluqların aşkar olunmasında bizə kömək edir. Hansı ki, bəzən pasiyentlər deyir ki, elə ürək çatışmazlığı olan xəstələrdə də olur. Oturduğum yerdə sürətli döyüntü yaranır, məni sanki silkələyir, uçacaqmış kimi oluram və bir neçə dəqiqədən sonra öz-özünə keçir, sonrasında çox halsız oluram, yorğun oluram. Bunlar ritm pozğunluqlardır və bəzən çox təhlükəli, həyat üçün təhlükəli olan ciddi ritm pozğunluqları, yəni aritmiyalar ola bilir. Bunu da həmin holter vasitəsilə aşkar edirik. Bəzən ilə holter vasitəsilə ürəyin qan dövranının zəifləməsi, işemik proseslərini də aşkar edirik. Bu yaxınlarda bir pasiyentimizdə bu olmuşdu, gənc bir pasiyentimizdə bunu aşkar etdik həmin cihaz vasitəsilə. Bu şəkildə aşkar edirik. Həmçinin inteqrativ təbabət müalicə mərkəzində digər bir müəyyən aparaturalar var ki, burada müayinə üçün istifadə etdiyimiz üsullardan biri qaranlıq sahə mikroskopiyasıdır ki,
Bu canlı qanın mikroskop altında müayinəsidir. Bu zaman qanda gedən dəyişiklikləri aşkar etmiş oluruq. Qanın formal elementləri orqanizmdə baş verən dəyişikliklərə uyğun formalaşır. Yəni, ürək xəstəliklərində müəyyən bir dəyişikliklər olur, böyrək xəstəliklərində başqa bir dəyişikliklər müşahidə olunur və buna uyğun qərar veririk ki, müalicə taktikasının seçilməsinə qərar veririk. O qulaqdan alınan qandan söhbət gedir. Mənə çox maraqlıdır. Niyə bax, həmin nahiyədən qan alınır? Periferik nahiyədən alınır, yəni periferiyadan almalıdır ki, daha durğun nahiyədə qanda nələr baş verir, onu müəyyən etmək üçün. Və bu bizə, yəni orada tam olaraq pasient özü də həkim onu izah eləyir, göstərir. Qanın formal elementləri necə dəyişir, niyə bir-birinə yapışıbdır, hərəkətlidirmi, qan dövranı necədir, orada başqa hansı formal elementlər var, nələr toplanıbdır və bu pasient üçün də daha aydın bir şəkildə görür ki, nələrə diqqət etməlidir. Bəzən sadəcə düzgün qidalanma olmadığından, bəzən suyun az qəbul etdiyimizdən, bəzən düzgün yağlar və s. istifadə etmədikdə qanda dəyişikliklər baş verir və bunu doktorumuz çox aydın şəkildə izah eləyir. Pasient özü də başa düşür ki, nələrə diqqət etməlidir. Çünki biz ürək xəstəliklərinə, ümumiyyətlə xronik xəstəlikdən əziyyət çəkən insanlara hər zaman deyirik ki, düzgün qidalanma. Amma bu düzgün qidalanma necə olmalıdır, nəyə deyilir bu düzgün qidalanma? Hər bir xəstə üçün də əslində bu fərdi olmalıdır və bunun vasitəsilə də biz bunu aşkar etmiş oluruq. Ümumiyyətlə, ürək xəstəliklərində də qidalanma çox önəmlidir və bunu xüsusi qidalanma mütəxəssisləri ilə həyata keçirtmək önəmlidir. Yəni, müəyyən qidalar var ki, təzyiqin yüksəlməsinə səbəb olur, deyək ki, ürək xəstəliklərində ən çox duzun istifadəsi çox yol verilməzdir. Bunların hər birini orqanizmə uyğun qidalanma mütəxəssisi tənzimləməlidir. Və bəzən bizim qidalanma kültürümüzdə ən çox yeməyin üzərindən çay istifadə edirik və bu da qidaların sorulmasının qarşısını alır. Mədə-bağırsaq funksiyası pozulur və mədə-bağırsağımız düzgün işləmirsə, əslində heç bir orqanımız düzgün işləməyəcək və qəbul etdiyimiz dərmanların da faydası olmayacaq. Bəzən pasiyentlər deyirlər ki, dərmanları içirəm, amma mən hər hansı bir fayda görmürəm, günaha dərmanda görülür. Əslində, mədə-bağırsaq necə ki, qidalar sorulmursa, qəbul etdiyimiz dərmanlar da sorulmur. Elə insan var, səbri çatmır. Əgər bir neçə dərman yazılıbsa, hamısını bir arada qəbul edir. Eyni vaxtda içir, bəli. Qidalanma çox önəmlidir. Mədə-bağırsağın düzgün fəaliyyət göstərməsi çox önəmlidir və bizim bioloji təbabət klinikasında da vurğulamaq istədiyimiz budur. Orqanizmə kompleks və düzgün şəkildə yanaşma, problemləri ardıcıl şəkildə mərhələlərlə aydınlaşdırma, aşkar etmə və bunlara uyğun müalicə aparma. Və müalicələr də mərhələlər şəklində aparılır. Birinci, drenaj detoksikasiya aparılır. Çünki hər hansı bir xroniki xəstəlikdən əziyyət çəkən insanlar uzun müddət müxtəlif kimyəvi dərmanlar içirlər. Həm xəstəlik nəticəsində, həm də o kimyəvi dərmanlar nəticəsində müəyyən toksinlər toplanır orqanizmdə. Yəni, biz müalicəni etmək üçün ilk öncə bu bədəni təmizləmək şərtdir ki, orqanizm təmizlənsin, ondan sonra orqanlar öz funksiyasını normal şəkildə yerinə yetirməyə başlayır. Bəzən elə bu drenaj detoksikasiyadan da artıq pasiyentdə yaşlaşma əldə olunur. Xəstələr özündə bir dəyişiklikləri artıq hiss eləyirlər. Sonraki mərhələdə immun hormonal sistemin bərpası, hansı səbəbdən bu xəstəliklər baş verir? Hormonal sistemdə müəyyən dəyişikliklər varmı? Çünki zob xəstəlikləri varsa, digər hormonal xəstəliklər varsa, onlar düzəlməsə, yaşlaşma əldə etmək çətindir. Sonraki mərhələdə isə artıq zədələnmiş orqanın bərpası aparılır, suis orqan preparatları ilə. Yəni, orqanın funksiyası artıq tamlığı bərpa olunur. Çox sağ olun belə geniş, ətraflı məlumatınız üçün. Bizim izləyicilərimiz də biganə qalmır söhbətlərimizə. Hal-hazırda bir zəng gəlib bölgələrimizdən birindən. Deyir, əvvəllər bizim də əvvəldə qeyd etdiyimiz kimi siz vurğuladınız. Ürək xəstəliyi əgər yaşlı nəsildə çox büruzə verirsə, artıq cavanlarda da var. Deyir, mən bilmək istəyirəm ki, buna səbəb nədir? Hava tərzimi, yaşayış şəraitimizmi, siz qeyd etdiniz, qidalanma mı? Nə dayanır kökündə ki, biz bilək, ehtiyat edək, özümüzü bir, belə deyək də, garantiya alaq ki, bizdə bu xəstəlik heç olmasa birdən olur da genetik də olur, doktor yəqin ki. Elə ona da toxunacaq. Yəni, ürək xəstəliklərinin yaranmasına təsir göstərən bir çox risk faktorları var. Hansı ki, bu risk faktorlarının qarşısını alsa, xəstəlikdən qorunmağa çalışmış olaraq. İrsiyyət risk faktorlarından sadəcə biridir. Yəni, bunu xüsusi qeyd edim ki, irsiyyətdə varsa, bu demək deyil ki, mütləq şəkildə rast gəlinəcək bizdə də. Bəzən deyirlər, pasiyentə izah edirsən müalicəni, deyir ki, onsuz da bizim irsiyyətdə nəsildə var, mütləq şəkildə mən ürək xəstəsi olacağım. Bu belə deyil. Bu sadəcə risk faktorlarından biridir. Və yaxud da əksinə, irsiyyətdə yoxdursa, bu demək deyil ki, sizdə olmayacaq. Digər risk faktorlarınız varsa, xəstəliklə qarşılaşma ehtimalınız yüksəkdir. İkinci, növbəti faktorlardan az hərəkətlilik, siqaret, düzgün qidalanmama. O doğrudur, gündə 3 saat biz ən azı yürüyüş etməli. Yəni, 3 saat olmasa da 3 kilometr səhv etdim. Gün ərzində ən azından yarım saat piyada gəzmək sağlamlığımız üçün çox önəmli və faydalıdır. Təzyiqin normallaşdırmasında da faydalıdır.
piyada hərəkət önəmlidir. Niyə? Bəzən sual verirlər. Keçmişdə nənələrimiz, babalarımız yağ yeyirdilər, digər qidaları istifadə edirdilər. Amma bu qədər xəstəliklər yox idi. Niyə? Texnika tibb inkişaf etdikcə xəstəliklər artır. Birincisi hərəkətsizlik. Keçmişdə nənələrimiz, babalarımız bizim qədər hərəkətsiz deyildi. Bu qədər texnika, avtobus, avtomobil yox idi. Daha çox piyada hərəkət edirdilər. Evdə olan məişət əşyaları bu qədər çox deyildi. Yəni, texnika artdıqca bizim də tənbəlliyimiz artır. Ən sadəsindən televizor. Yəni, durub televizoru keçmişdə ən azından hərəkət edib dəyişirdilər. Hal-hazırda hər şeyi oturduğumuz yerdən idarə edirik. Ofis daxilində daha çox liftdən istifadə edirik. Yəni, hərəkəti maksimum məhdudlaşdırmışıq. Bu da xəstəliklərin yəni, bu onu göstərir ki, yeni texnologiya bizə məişətdə kömək etsə də bədənimizə öz ziyanını bizə tənbəllik yaradıb və bəli, xəstəliklərin yaranmasının səbəblərindəndir. Maksimum piyada hərəkət. Yəni, ürək xəstəliklərindən də bizi qoruyacaq ən yaxşı vasitə piyada hərəkətdir. Ondan başqa, ikinci tərəfdən zərərli vərdişlərdən uzaq olma. Keçmişdə bu qədər zərərli vərdişlər yox idi. Deyək ki, tək siqaret var idisə, günümüzdə nə qədər zərərli vərdişlər var, energetik içkilər var. Yəni, bunlar hər biri orqanizmə öz mənfi təsirini göstərir. Qidalanma. Ən çox bu dəqiqə gənclərin istifadə etdiyi fast-food qidalanma. Yəni, 10 dəqiqə deyirik ki, tamaşaçıların ən çox bildiyi üsullardan biri xolesterin yüksəkliyi. Niyə xolesterinim artır? Bunu da çox vaxt deyilir. Əslində, xolesterin gənc yaşlardan artır, yaşlarda artmır. Gənc yaşlarda istifadə etdiyimiz düzgün olmayan qidalanma, karbohidratların çoxu, şokolad və s. qida maddələri gələcəkdə artıq xolesterinin artmasına zəmin yaradır. Damarlarımız elə gənc yaşlardan tutulur. Yəni, stres isə günümüzün qaçınılmaz işlərindən biridir. Ona görə maksimum əgər sağlam olmaq istəyiriksə, stressdən qorunmaq, piyada çox hərəkət etmək və sağlam qidalanmaq. Çox sağ olun, doktor. Bax, bu cür faydalı, dəyərli məsləhətləriniz üçün vurğulayıram. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkim kardioloqu Aynur Əlizadə bugün bizimlə bir aradaydı və çox faydalı məsləhətlərini bizlərlə paylaşdı. Düşünürəm ki, faydalanacağıq, biganə yanaşmayacaq və sonda bir təşəkkürüm də əynimdə gördüyünüz bu geyimə görədir. Yeni bir, belə deyək, butiklə başladıq çalışmağa. Söhbət Imera Fashion-dan gedir. Günəş xanım, çox sağ olun. Online butikdir və hər biriniz səhifəyə daxil olaraq Instagram səhifəsinə sifarişlərinizi verə bilərsiniz. Yararlanın, gözəl görünmək istəyirsinizsə, təbii ki, bizi stressdən də uzaq edir, ürəyimiz də açılır. Belə deyək də, o problemləri də bir kənarda qoyuruq artıq gözəl görünən zaman. Bizə ayrılan efir vaxtı yekunlaşdı. Sabah yenə eyni vaxtda görüşmək ümidi ilə hələlik.